Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Zahida yok bizde əslen, sen diyen zuhd o vərə. Eşqibazlıq etmişik, başqa hünər az etmişik. Her cülüzlü dilber üçün biz vəfa göstərmişik. Eşkinin gelmiş belasından həzər az etmişik. Ey Fuzuli, şöhre-i alem olubdur eşkimiz. Kimsəni gizli bu sirdən baxəbər az etmişik. Bütün izləyicilərə, yoldaşlarıma salam deyirəm. İslamlıq və tühlüyün 8-ci hissəsini fəlsəfə əleyhi fəlsəfə adıyla başlayırıq. Biz geçmiş videolarda milli Türk müsəlmanların fəlsəfəsini ortalığa qoyduq. Onu təqdim elədik, tanıtdırdıq. Dedik ki, bu fəlsəfə bir mükəmməl fəlsəfədir. Bu fəlsəfə Farabinin düşüncəsindən, onun Mədini Fazilə kitabından və digər kitablarından, xüsusən Əl-Millə kitabından qaynaqlanır. Farabi o tanınmış 4 ilgilərdə teorisi və tezi vardır. Şəriətçilik, insançılıq, təbiətçilik, milliyyətçilik. Tək-tək bunlarda Farabinin tezi var, teorisi var, baxışığı vardır. Şəriətçilikdə Allaha, Peyğəmbərə, qeyb aləminə necə baxmalısan, bunda Farabinin sözü var, tezi var. Necə ki, keçmiş videoda Peyğəmbərə 12 sifət sayırdır. Məad aləmi, hesab-ı cəza günü və bu tərəfdən də Allaha bir para sifətlər sayırdı. O cümlədən fəal mayeşa. Yəni, Allahın bu aləmdə huzuru var. İdarəçilikdə önəmli səhmi var. Malik, hər şey ona aiddir. Cəmil, gözəl tanrıdır. Əzəli, əbədi, vahid, əhəd, tək. Bu aləmdə heç kim idarəçilikdə onu yardım eləmir. Bu, Farabinin şəriətçilikdə, dincilikdə, ilahiyyatda fəlsəfəsidir. Farabi insana da çalışır bir humanitar, əxlaqi bir insan becərtsin, törətsin. O insan Mədini-i Fazilədə ola bilər. Mədini-i Fazilədə utopiya qurulanda. Amma Mədini-i Fazilə necə ola bilər? Birincisi budur ki, bu Mədini-i Fazilədə adamlar taavun əsasında bir-birlərini yardım eləməlidirlər. Əsas taavundur. Taavvənu ələl-bir. Bir-birlərini yardım eləməlidirlər. Müəllimlər insanları mənəvi yönətməkdə böyük səhmləri var. Ələmul müəllimin də burada rəisdir. Rəis də idarəçilikdə, toplumu irəli sürməkdə bir önəmli səhmi var. Rəis kim ola bilər? Rəis odur ki, həkim olsun, törəni bilən olsun, törəni örgədən olsun, cəsarətli olsun, xitabəli olsun, güclü danışsın, ədalət yayan olsun, zülmə qarşı olsun, məzlumun arxasında olsun. Bu, rəisin sifətlərindəndir. Demək olar, Mədini-i Fazilədə olan insanlar utopiyaya çatmaq üçün, səadətə çatmaq üçün, fəzilətə çatmaq üçün Mədini-i Fazilənin düşmənləri ilə döyüşə girməlidirlər. O düşmənlər 4 sahədədir. Mədini-i Cahilə, Mədini-i Fasiqə, Mədini-i Zallə, Mədini-i Mütəbəddilə. Mədini-i Cahilə cəhlidən gəlirdi. Mədini-i Fasiqə fiskdən, Mədini-i Mütəbəddilə də dəyişilmiş, istihalə olmuş, alienasyona düşmüş bir
toplum, Mədinə-i Zallə də yolu azmış. Bu 4 Mədinə ilə insanlar ki, taavun əsasında bir yerə yığışıblar, müəllimlər və rəis onu irəli sürürlər. Bu 4 sahədə döyüş aparmalıdırlar. O əsasda bu fəlsəfə bir inqilabi, devrimçil bir fəlsəfiyə çönür. Türk müsəlmanların milli fəlsəfəsi budur. Qıssa surətdə mən sizə bunu təqdim elədim. Amma bizim söhbətimiz burada fəlsəfə əleyhi fəlsəfədir. Hansı fəlsəfə ilə? Qərb fəlsəfəsi ilə. Klasik fəlsəfəsi ilə yox. Yeni fəlsəfə ilə. Qərb fəlsəfəsi 1500 il, 1600 il miladidə ərsiyə çıxır. 2 nəfər bunu ortalığa qoyur. Biri Machiavelli Şəhriyar kitabında siyasətdən pərdəpalaz götürüb hakimlərə bir para tövsiyələr eləyir. Qüdrəti, gücü saxlamaq üçün nə etməlisiniz? Çox qəddar, birəhm, rəhmsiz, şəfəqətsiz bir insan olmalısınız. O tərəfdən də bir ayrı bir filsuf Francis Bacon adında. Francis Bacon siyasətçil, hüquqçul, elmiçi, fəlsəfə bilən, siyasi rütbələri tez teyyələyən bir adamdır. Təcrübəsi çox, bir sıra kitablar yazmış, təbiət barəsində kitablar da yazır. O əsasda bu gəlir bir teori, tez qoyur ortalığa. O budur. Allah ki faili ma yəşa idi, biz bu Allahı bazı şəstə təqaüdə çıxaldacaq. Bunun bazı şəstəliyinə bir cəhşn tutulacaq və təbiətdən bunun idarəçiliyindən qırağa qoyulacaqdır. Təbiət sahibsiz qalır. Kim buna sahibdir? O insan ki onun əlində şallağı var, qamçısı vardır. Bunun tanınmış bir cümləsi Francis Bacon'ın budur. Təbiəti qamçılayın, ta qanunlarını sizə aşsın. Təbiəti qamçılamaq başlayır. Təbiəti yırtmaq, dağıtmaq, çevrəni çihləmək, zəhərli qazların istehsalı, mədənləri tapmaq, dağları, daşları yırtmaq, ana təbiəti incitmək Francis Bacon'ın düşüncəsindən başlayır. Öz aramızdır bir adam ki, bir fəlsəfə ki, təbiətə rəhm eləməsə, heç insanlara da rəhm eləməz. Bu təməl orada qurulur. Bu fəlsəfənin içində hansı insanlar çıxır? Əgər Türk müsəlmanların milli fəlsəfəsində humanitar, əxlaqi bir insan taavun əsasında rəisin buyruğunun altında yaşayırdılar və toplumu irəli sürməli idilər ki, o Mədinə-i Fazilədə həm şəriət vardı, həm millət. Şəriət dindən qalxırdı, millət dildən qalxırdı. Bu fəlsəfədə, qərb fəlsəfəsində tamahkar insanlar, doymayan insan, mənasız insanlar, rəhmsiz insanlar üzə çıxırlar. Çünki bunlar əlləri yırtmağa, dağıtmağa, təbiətdə heyvanları öldürməyə əlləri yatır. Yatır ta gələcəkdə insan öldürsünlər. Ta səlibi döyüşlərini qabağa aparsınlar. Bu əsasda bu fəlsəfə həm Allaha baxmaqda, həm təbiətə baxmaqda, həm insana baxmaqda, həm şəriətə baxmaqda Türk müsəlmanların milli fəlsəfəsi ilə fərqlidir. Əlbəttə onlarda Məsihiyyətdə şəriət yox idi, bunların əl-ayağı açıq idi. Bu əsasda Türk müsəlmanların milli fəlsəfəsi bütün qərbidə olan fəlsəfələrini, bir sıra içəridə, bizim içərimizdə olan fəlsəfələrlə ki, təvəhhümdə
aparan, yuxu gətirən, xasiyyətsiz, vaxtı yandıran fəlsəfələrdirlər, onlarla da üzbəüzüydü. Milli, türkü, İslami, humanitar fəlsəfə, gedişatı, davranışığı, sonuçları, işləri, qərb fəlsəfəsi ilə suyu bir arxa axmamalı idi. Niyə ki? Qərb fəlsəfəsi bir qazancıl, araçsəl bir fəlsəfədir. Öz mənfəətini axtaran, əbzarengar, hər şeyə bir əbzar kimin, mührə kimin baxan bir fəlsəfə idi. Bu əsasda Allah da fəal mayeşalıqdan bir dənə qeyri-fəal mövcuda çönürdü. Təbiət də bunların geçirdi əlinə, qamçılamaq təbiəti başlanırdı. Biz bu söhbətləri gələn videolarda da genişləndirəcəyik, açacağıq. Türk müsəlmanların milli fəlsəfəsi, qərb fəlsəfəsi ilə bütün tezlərdə, fərziyyələrdə, sonuçlarda, gedişatlarda qarşı-qarşıyadır. Qərb fəlsəfəsi üstü bəzək, altı təzəkdir. Burada da bunun içindən bir şubiyə axımı ki çıxıbdır. Budaqları bizim içimizdə, kökləri Avropa məmləkətlərindədir. At izini it izinə qatıbdır. Cəli, təhrifli kitablarla bizim içimizdə hələ var, izbəiz, dizbədiz bizimlə gəlir. O əsasda qərb fəlsəfəsi bir kaktusa oxşuyur. Nə qədər bunu qucaqlasan, bunun tikanı, iynəsi sənə batacaqdır. Amma türk müsəlmanların milli fəlsəfəsi ki, türk məfkurəsini daşıyır. Farabi bir türk olaraq bu məfkurəni daşıyır. Türkün keçmiş, əski usturələrinə dayanaraq o cümlədən təbiəti ana görmək, onu sevmək, ona ehtiramsızlıq yasaq bilmək bu fəlsəfədən qaynaqlanır və bu fəlsəfə bir ağır, köhlü bir çinar ağacına oxşuyur. Bu əsasda Tanrını, Allahı sevməlisən. O da səni sevir. Haman ki biz deyirdik, yuhibbuhum və yuhibbunə, Maidə surəsində 54-cü ayədə. Bu bir vaqiyyətdir. Bu əsasda biz bu fəlsəfə, əleyhi fəlsəfəni gələn videolarda da açacağıq. Bu fəlsəfə türk müsəlmanların milli fəlsəfəsi bir həqdir. Həq də sel kimi dəryaya axıb yol tapacaqdır. Daşatmaqla kimsə onu çöndərə bilməz. Dünyada qaranlıqlar əgər birləşə bahəm, bir xırdaca şəmin işığın söndürə bilməz. Sağ olun, gələn görüşə qədər.